İkinci uşaqlar past perfectdən danışacağıq biz. Past perfect keçmiş bitmiş zamanda. Keçmiş bitmiş zamanda bizdə bayaq indiki bitmişdə have has-dən istifadə edirik. İndi had-dən istifadə edəcəyik. Bütün şəxslər üzrə də had olur da. Burada üçüncü şəxsin təkcə söhbəti yoxdur. İstəyir he olsun, istəyir they olsun, istəyir Kate olsun, hamısında had işlənəcək. Və ondan sonra gələn feilimiz yenə də üçüncü formada olacaq qaydasızsa, qaydalıdırsa axırında ed olacaq. Məsələn, nümunəsi belə olur. He had returned. They had broken. Birini qaydalı feilə əsaslanıb yazmışam, birini qaydasıza yazmışam, görəsiz. Bəzi uşaqlarda belə bir fikir əmələ gəlir ki, variantlarda had returned görəndə özlərində düşünürlər ki, had da keçmişdi, returned da keçmişdi. Bəlkə də belə bir şey düzgün ola bilməz. Bu yanlış fikirdir. Biz ancaq onu didə aid edirik. Did olanda bir cümlədəki keçmiş olmaz. Bu isə burada heç bir səhv yoxdur. Bu keçmiş bitmiş zamanın formulu belədir. Had üstəgələ feil, qaydalıdırsa axırına ed artırıram, qaydasızsa üçüncü formada olacaq. He had returned və yaxud da they had broken. Bu bizdə tam düzgün cümlələrdir. Sualını düzəldəndə had-ı keçirdirik cümlənin əvvəlinə. İnkarını düzəldəndə isə had-dən sonra not inkar hissəciyi artırırıq. Had she finished, she hadn't finished. Tanış olun uşaqlar. Bax, bu keçmiş bitmiş zamanda. Variantda biz had returned, had broken görəndə biz onu hansı cümlələrdə işlədə bilərik? Bax, sual odur. Onun üçün siz bilməlisiniz. Bu zaman forması müstəqil işlənmir. Bir dənə haldan başqa, bir dənə tək işlənmə halı var. O da by işlənən cümlələrdə olur. Yenə də deyirəm, burada uşaqları çaşdırıcı məqam budur. Cümlədə yesterday sözünü görəndə uşaqlar adi finished variantını götürürlər ki, yesterday dünəndə sadə keçmiş götürək. Mən sizdən razıyam. Amma yesterday işlənən cümlədə by 5 o'clock yesterday, dünən saat 4-ə qədər. By that time yesterday, dünən bu vaxta qədər. Əgər by görürsünüzsə, yesterday də vardırsa, onda bilin ki, burada sadə keçmiş deyil, keçmiş bitmişdən istifadə edəsiniz. Siz by ilə olan birləşmələri gördükdə, bilin ki, past perfectdən istifadə edəsiniz, yəni keçmiş bitmişdən. Bundan başqa bu zamanın tək işlənmə halı yoxdur. Digər bütün hallarda bu zaman budaq cümlələrdə, yəni when, before, by the time-ın tərkibində işlənəcək, necə işlənəcək, başa salıram. When, before, by the time cümlənin əvvəlində olanda bunların yanını götürəcəyik sadə keçmişdə, ikinci tərəfini götürəcəyik keçmiş bitmişdə. Əgər when, before, by the time cümlənin ortasında gələrsə, onda keçmiş bitmişimizi keçirdəcəyik cümlənin əvvəlinə, sadə keçmişi isə bağlayıcıdan sonra işlədəcəyik. Bir də izah edirəm. When, before, by the time bu birləşməni özünə götürür. Yanını sadə keçmişdə, digər tərəfini keçmiş bitmişdə. When, before, he came kökündən dəyişdirib də, we had finished. Əgər bunlar cümlənin ortasında olarsa, onda keçmiş bitmişi keçirdirik cümlənin əvvəlinə, bağlayıcılarımızı yazıb, sonra sadə keçmişi götürürük. Demək istədiyim odur ki, biz when-dən, before-dan, by the time-dan sonra heç vaxt had finished yaza bilmərik. Yəni, bu zamanı götürə bilmərik. Yerini düzgün təyin edərsiniz. Yanına sadə keçmiş, digər tərəfini keçmiş bitmiş. Ortadadırsa, əvvəlini keçmiş bitmiş, sonra sadə keçmişdən istifadə edərsiniz. Bundan başqa bu zamanın işləndiyi yer yoxdur. Bir, bylı birləşmələrdə işlənir. Bir də when, before, by the time-ın tərkibində, o da yerini dedim necə formada.